müqayisə etsək Rusiya ilə Ukraynanı, sözsüz ki, Ukraynanın vəziyyəti acınacaqlıdır, işğal olunan Ukraynanın ərazisidir. Amma deyilənə görə hərbi potensial müəyyən texniki qüvvələr baxımından və canlı qüvvə baxımından daha çox Ukraynada deyilir. Rusiya ilə Ukrayna müqayisə etsək acınacaqlı vəziyyətdə Ukraynadır. Amma müasir silahlarla bağlı burada Rusiya xeyli geridədir. Rusiya, baxın, bu müharibədə Rusiya əsas üstünlüyünü hava hücumundan əldə edirdi. Yəni raketlərlə, bombardmançı təyyarələrlə Ukrayna ərazilərini bombalayırdı, amma qoru qoşunlarının elə bir uğurlu əməliyyatı yox idi. Artıq Rusiyanın bu üstünlüyü əlindən çıxır. Və qeyd etdiyim kimi, Ukrayna artıq hava hücumundan müdafiə sistemlərini, müttəfiqləri onu təmin ediblər. Rusiyanın son 2 gündə təxminən 1000-ə yaxın dron və raketlər Ukrayna ərazisinə atılıb, amma Ukraynanın itkilərinə baxın, çox cüzi bir itkiləri var. Çünki onların böyük əksəriyyəti zərərsizləşdirilir. Ona görə Rusiya bu üstünlükdən məhrum olub. Sözsüz ki, Rusiya nüvə ölkəsidir. Rusiyadan ona görə çəkinirlər. Kifayət qədər resursları var, ərazisi kifayət qədər genişdir. Amma bütün bunlar o demək deyil ki, Rusiya istədiyinə nail ola biləcək Ukraynada. Rusiya Ukraynada istədiyinə nail ola bilməyəcək. Çünki Rusiyanın istədiyi Ukraynanın bütövlükdə öz nəzarətinə götürmək. Hətta bəzi ehtimallar səslənir ki, əslində bu Putinin dilindən də səslənmişdir ki, Ukraynada nailiyyət əldə etsə, qarşısına qoyduğu məqsədə nail olsa, sonra da SSR-nin bərpa olunması istiqamətində atılmaqdır. Bu ciddi faktorlarıdır. Əslində Putin planları bunu deməyə əsas verir ki, çünki SSR-nin dağılması haqqında dəfələrlə o bəyan edib ki, tarixin ən böyük səhvi idi və nostalji hisslərlə yaşayır. Çünki o SSR-i, belə deyək də, keçmiş SSR-nin KGB-sinin yetişdirdiyi bir şəxsdir, kadrdır. Ona görə SSR-in dağılmasını heç cür özünə bağışlaya bilmir, Rusiyaya bağışlaya bilmir. Amma bu baxımdan hal-hazırda Rusiyanın Ukraynanın torpaqlarını işğal etsə də, amma artıq üstünlük Ukrayna tərəfinə keçir. Qeyd etdiyim kimi, müasir silahlarla Rusiyanın nə qədər geniş imkanları olsa da, o Ukraynada təhsis olunan müasir silahlarla o təhsis olunmur. Amma çox üzr istəyirəm, Ənvər bəy. Bəli, fikrinizi tamamlayın. Dronlar, baxın, Rusiyanın dərinliklərində Ukraynanın bu hörümçək toru əməliyyatı əslində Rusiyanın bütövlükdə imicinə böyük bir zərbə oldu. Birinci, kəşfiyyat məlumatları olmadı. Məsələn, Zelenskinin verdiyi məlumata görə 1 il, 6 ay, 9 gün hazırlıq gedib bu prosesə. Rusiyanın dərinliklərinə daxil olmaq, eyni zamanda saat fərqi 3 saat, bəzi yerlərdə 5 saat fərqi olmaqla eyni zamanda 4-5 Rusiyanın strateji obyektlərini sıradan çıxarmaq, onun bombardmançı təyyarələrini məhv etmək, bu Ukrayna üçün çox böyük uğur idi. Hətta Lavrov açıqlama verdi ki, bunu Böyük Britaniya bu əməliyyatda iştirak edib. Əslində ona görə bunu səsləndirirlər ki, Ukrayna kiçik göstərmək istəyirlər. Yəni, Ukrayna tək başına bunu edə bilməz. Ona görə məğlubiyyətlərində daha böyük qüvvə axtarır. Yəni, onu demək istəyirlər ki, biz Ukrayna ilə deyil, bütövlükdə NATO ilə, Qərblə vuruşuruq, dövlətimizi, ölkəmizi müdafiə edirik. İctimaiyyət üçün belə bir informasiyalar verirlər. Amma bu müharibədə Rusiyanın əli getdikcə zəifləyəcək. Çünki iqtisadiyyatını və büdcəsinin böyük hissəsini bu müharibəyə həsr edir. Hər gün yüzlərlə dron istehsal edir, bunlar pulun hesabına başa gəlir və Ukraynanın səmasında məhv olur.